Hazırlanması asan olduğu qədər diqqət tələb edən bizi. Quru və təmiz qaba yumurtaların yalnız ağını töküb, ağın tərkibindəki qatı hissələri götürüb atırıq. Ağların üzərinə bir çimdik duz töküb qatılaşana qədər çırpırıq. Bizenin yaxşı alınmasında əsas amillər yumurta sarısının bir damcı belə ağa qarışmaması, çırpdığımız qab və mikserin çırpma hissəsi quru olmalı, yumurtalar təzə və otaq temperaturunda olmalıdır. Yumurta bu cür olduqda tədricən şəkəri əlavə edib 10-15 dəqiqə çırpırıq. Nəzarət edirik ki, tərkibindəki şəkər tam həll olsun. Hazır bizə qabı tərs çevirsək belə axmamalıdır. Bizəni biskvitli tortların, pirojnaların, kekslərin üzərinə krem kimi istifadə edə bilərsiniz. Və ya bu cür bişirib pirojna kimi də yeyə bilərsiniz. Hazır kremi konditer torbasına və ya adi qalın torbaya töküb, yağlanmış tavaya və ya kağız üzərinə sıxırıq. Əvvəlcədən isidilmiş sobada 1 saat, saat yarım bizenin içini və üstünü quruduruq, bişirmirik. Hazır olduqda soyudub servis edirik. Nuş olsun. Kanalıma baxmağı və abunə olmağı unutmayın.